Əziz dostum, dəyərli şairimiz Şəfəq Ələsgər yazır ki, gün gələr həsrətdən belin bükülər, gün gələr gəçliyi özün danarsan, saçın da ağarar, dişin tökülər, isti yay günündə mənsiz donarsan. Gəl biraz yaxın dur, bircə söz deyim. Gözlərin gözümdən niyə gen düşüb? Sən denən darıxdın, mən də döz deyim. Söylə qara telə nədəndən düşüb? Sən idin zülmətdə yaman çırağım, sən getdin gündüzüm bir zülmət oldu. İndi xəyalların olur qonağım, sənsiz arzuların tər gülü soldu. Xoş sözlər söyləyib məni ovutma, dediyin yalana ruhum da toxdu. Sonuncu misramı çalış unutma, əvəz olunmayan bir insan yoxdur. Çalış bu sevginin qədrini bil ki, sən mənim canımda həm qanımdasan. Nə olsun ki, cismin yanımda deyil, gecə də, gündüz də sən ağlımdasan. Gecə də, gündüz də sən ağlımdasan.